Salam, mən Fes Akademinin lisey hazırlığı müəllimi Firuzə Hüseynli. Bildiyimiz kimi 1 iyun Dəyanət Liseyinin 5-ci sinifdən 6-cı sinifə keçid qəbul imtahanı keçirilib və riyaziyyatın belə deyim, izahlarını sizinlə bölüşəcəm. Suallar çətin idimi? Xeyr, çox çətin deyil. Çox düşündürücü belə sual da yoxdur. Rahat idi. İl boyu işlənən tiplər və gözlənilən mövzulardan düşmüşdü. İlkin sual belədir ki, Rum rəqəmlərinin hər birindən bir dəfə istifadə etməklə yazıla biləcək qiymətcə ən böyük ədəd ilə ən kiçik ədədin cəminin onluq say sistemində ifadə edin. Birinci ədədlərimlə tanış oluram. V 5-dir. Aşağıdan yazıram. 5-dir. X 10-dur. L 50-dir. S 100-dür. M də 1000-dir. Bunları tanıyırıqsa problem yoxdur. Birinci biz nə edirik? Ən böyük ədədi yazacağıq. Ən böyük olması üçün təbii ki, 1000-i gətirərəm əvvələ. Belə baxanda görürəm onsuz da 1000, 100, ən böyüyü ondan sonra 100-dür. 10 ilə 50-ni elə yazaram ki, 40 yox 60 kimi oxunsun. Yəni birinci 50-ni yazıram. Daha sonra belə deyək, onu yazıram ki, bu birlikdə 60 olsun və yanında da 5 V. Bu deməli ən böyüyüm neçə oldu? 1165. Ən kiçik ədədi tapmaq üçün isə 5-i əvvəldə salacağam. Söz yox. 5 əvvəldə gələcək. Daha sonra onu yazaram ki, bu ondan 5 axı əvvəldə yazılanda çıxılma kimi oxunur. Ona görə onun yanında gəlin Rum rəqəmi ilə yazaq. Birbaşa yazaram elə x-i ki, onu yazaram ki, bu kiçilmə kimi oxusun. Bu 5 kimi oxunsun və burada LM yazaram ki, M-dən qabaq L-də elə bil 1000-dən 100 çıxaq da 900 kimi oxunsun. Sonra da S-ni qoyarıq. Hesablasaq görərik ki, 5, 40, 900, 945 edir. Bizdən 1165 ilə 945-in cəmini istəyir. Bu da edir 2110. Doğru cavab C bəndidir. 52-ci sualda belədir. Aprel ayında eyni tipdən, bunun eynisindən mən işlətmişdim hazırlıq uşaqlarına. Çünki Dəyanətin öz vəsaitində də eyni sualdan var. Aprel ayında 28 iş günü olan usta 15 günün hər birində A sayda detal hazırlayır. Yəni 15 gün A sayda detal hazırlayacaq bu insan. Yəni bu nə deməkdir? 15 vurulsun A deməkdir. Daha sonra nə edir? Bu arada qeyd edim ki, mən sizinlə A variantının izahını bölüşürəm. Yəni bu B variantı deyil, bu sadəcə A variantının izahlarını bölüşürəm sizinlə. Və qalan iş günlərinin hər birində B sayda detal hazırlayır. Qalan günü tapmaq üçün 28 gün iş günündən 15-in çıxıram ki, 14-ü qalıb, daha doğrusu 13-ü qalıb. Deməli 13 gündə B sayda detal hazırlayır. Cəmi istəyir deyə toplamaq lazım idi. Cəm də toplanır, olur B variantı. 53-cü sual asılılıqdır. X ilə Y-in qiymətini verib. Baxın, elə burada variantlarla da işləyə bilərsiniz rahatlıqla. Baş yorub axtarmayın. Çünki şifahi sual deyil ki. Birbaşa variantla baxın. Məsələn, A-da yazıb 2 vurulsun X. Gəl 2-ni vuraq 3-ə. 6. 6-nın üstünə 1, 7. A bəndi ödədi. 2-ni vuranda 1,5-ə. 2-ni vurdum 1,5-ə 3. 3-ün üstünə amma 1 gələndə 2,5 eləmir. 4,5 edir. A bəndi getdi. B bəndinə baxıram. 3-ü vuranda 3-ə 9, 2 çıxanda 7. 3-ü vuranda 1,5-ə, deməli ondan da 2 çıxanda 2,5. 3-ü vurub 4,2-yə, 3-ü vuranda 4,2-yə eləyir, deməli 12,6, ondan da 2 çıxanda 10,6. 3-ü vuranda 3-də, deməli 1,3-də 2-yə, ondan da 2 çıxanda 3, deməli elə B bəndidir. Cavablarımı ödədi. 54-də ABC artan sıra ilə düzün deyir. Müqayisə etməliyəm sadəcə. Mən nə demişəm? Mən demişəm ki, belə bərabərlik verəndə müqayisədə gedin, sonda eyni bir ədədə bərabər edin. Düşünün ki, bunların hamısı bərabərdir. Məsəl üçün 20-yə.
İndi A böl 3 tam onda 3 20'yə bərabərdirsə, A burada nəyə bərabər olacaq? A bərabər olacaq 20 vurulsun 3 tam onda 3-ə. Deməli A oldu 66. B-ni tapmaq üçün nə edəcəm? 20-ni vuracağam 2 tam onda 7-yə. B oldu 54. C-ni tapmaq üçün nə edəcəm? 20-ni vuracağam 4 tam %11-ə. O da eləyəcək 82 tam onda 2. İndi ədədləri artan sıra ilə düzləyir bizə. Bax, artan sıra. Yəni azdan çoxa doğru. Birinci B-dir ən kiçik, sonra A-dır, sonra C-dir. B, A, C. Deməli, doğru cavab olacaq B bəndi. 55. Bərabərliklərin doğru olması üçün boşluqlara yazılmalı olan natural ədədlərin cəmini istəyir bizdən. Tamamdır. 1 tam 4-də 3-dür. Onluq kəsirə çeviririk də. Yəni burada nə var ki? Bax 1 tam 4-də 3. 1 hazırdır. 4-də 3-ü çevirmək üçün nə edəcəm? 100-ü böləcəm. 4-ə eləyəcək 25. Vuracam 3-ə 75. Düzdürmü? Deməli burada olacaq 7. İkinciyə baxıram. 20-də 7. Bax 4-ü onsuz da verib 20-də 7 ilə işləyirəm. 100-ü bölürəm 20-yə. Edir 5, vurdum 7-yə, elədi 35. Deməli, bura 3 yazılacaq. Sonra burada indi baxıram. Burada artıq çevirmə yoxdur. Birbaşa 31-i 4-ə bölməliyəm. 31-i də 4-ə böləndə 31-in içində 4 7 dəfədir. Ona görə tam hissə olur 7. Sonda isə 22-ni bölmək lazımdır 5-ə. 22-nin içində 5 4 dəfə, qalıq da düşür 4 elə. Deməli 4 tam onda 4 düşdü. Bizə nə deyir? Bu ədədlərin cəmini istəyir. 7 üstə gəlinsin 3, üstə gəlinsin 7, üstə gəlinsin 4. Cavab deyir 21 B bəndi. Həqiqətən suallar o qədər asan düşüb ki, yəni gözləniləndən asandır. Düşünürəm ki, qəbul yəni balı da yüksək olacaq. Təkliflərdən neçəsi həmişə doğrudur? Baxaq. Bizə deyir ki, deməli 56-da neçəsi doğrudur? Uzunluğu 3,7-də 3 metr olan ağacın hər biri 7-də 2 metr olan 13 hissəyə bölmək olar. Baxaq. Uzunluq 3,7-də 3 metrdirsə, ümumiyyətlə 1 metri nə edək? Gəlin çevirək də biz bunları ki, rahat hesablayaq. 1 metri 100 sm götürsək əgər, amma burada qalıqla çıxır. Bu da bizim işimizi çətinləşdirir. Onda qalsın elə. Kəsiri çevirək, düzgün olmayan kəsiri elə işləyək. 7, 3-ü vurdum 7-yə 21, üstünə 5 gəldim 26. Deməli, uzunluq 7-də 26 metrdir ağacı. Hər biri 7-də 2. 7-də 2-dir də bu deyəsən. Bu 7-də 2-dir. Aha, 7-də 2 metr olan 13 hissəyə bölmək olar. Baxın. Uzunluq nədir? Uzunluq bildiyimiz bütün məsafədir. Hər biri 7-də 2 metr bunun arasıdır. 13 dənə hissəyə bölmək olur. Görək, 7-də 26-nı bölsək əgər 7-də 2-yə, bu 13 eləyir. Düzdürmü? Bu 13 elədi. Çünki bölmə vurmaya keçdi. Qalxdı yuxarı, 26 da böldüm 2, 13. Kəsirin surətini 2 dəfə artırıb, məxrəcini 3 dəfə azaltsaq, kəsirin qiyməti tamam. Gəlin özümüzdən bir kəsir yazaq. Məsələn, yazıram 5-də 2. Kəsirin surətini 2 dəfə artırdım, oldu 4. Məxrəci 3 dəfə azaltsaq deyir, bura 6 yazaq onda. Məxrəci 3 dəfə azaltsam, oldu 2. İndi burada qiymət oldu 2. Əvvəl nə qədər idi qiymətim, amma elə bil 2-ni bölmək lazımdır 6-ya da, ardasa düşür 0,3. Düzdürmü? Yəni 3də 1 düşür. Belə deyək, ixtisarla 3də 1 düşür. Qiyməti deyir 1,5 dəfə azalarmı? Xeyr, 2-ni, bay 2-ni 1,5-ə böləndə 1,100-də belə 33-lər çıxır. Ola bilər. A bərabərdir 5 olduqda deyir, kəsiri düzgün, bu biri isə düzgün olmayan kəsirdir. A 5 olanda bu 17-də 10-dur, düzgündür. Bu biri isə 15 böl 10-dur. Bəli, düzgün olmayan kəsirdir. 3 dəqiq doğrudur. Bizdən həmişə doğruları istəyir. Ona görə hələ 2-ni saxlamışıq. 15-də 5 kəsirinin məxrəci 27 olan kəsirlə əvəz etmək olar. Bax, 15-də 15 nə deməkdir? Bunu ixtisar eləsəm, qalır neçə?
3-də 1, düzdürmü? 3 də məxrəci olan 27-yə gələ bilir. Yəni 9-a vurula bilir. Yəni əvəz etmək mümkün çıxır. Lakin belə bir şey var ki, bunu 15-dən mən 3-ə gətirib sonra 27-yə keçirtmişəm. Daha sonra bizə nə deyir? Bizə deyir ki, 13 tam 7-də 3 ədədi ədəd oxunda 12 ilə 13-ün arasında yerləşmir. Və 13 tam neçəsə deyirəm. Yəni 13-dən artıq keçib 13 ilə 4-ün arasında yerləşir. Biz bunu da dəqiq götürmürük, amma bunu dəqiq götürürük. 1, 2, 3, 3 dənə. Doğru cavabımız olacaq C bəndi. 57-ci sual. Üçbucağın birinci tərəfi 9,5-dir. İkinci tərəfi, eyni sualları bir gün əvvəl işlətmişəm. Səhifədə izahı var keçən ilin qəbul suallarından. İkinci tərəfi birinci tərəfindən 1,19-da 7 dəfə çoxdur. Yəni 19, biri də vururam 19-a, üzərinə də gəlirəm 7-ni 26. 19, 26, 19-da 26 dəfə çoxu deməkdir ki, vurma. 9,5-ə, yəni mən bunu vurmalıyam. Bunu da vursam necə olacaq? 26-nı vuranda 9,5-ə 247 eləyir. Onu da 19-a böləndə 13 eləyir. Deməli, ikinci tərəf 13-dür. Üçüncü tərəf isə ikinci tərəfindən 5 sm qısadır. 13-dən də 5 çıxdım 8. Perimetrdə nə deməkdir? Tərəfləri cəmi 13 üstə gəlinsin 8, üstə gəlinsin 9,5. O da eləyir 30,5. Deməli 57-də doğru cavab olacaq A bəndi. 58-də deyir ki, ana kiloqramı 1,2 manatdan 1,5 kiloqram şəkər tozu. Yəni 1,2 vurulsun 1,5. Kiloqramı 2,5 manatdan, bunu da bir gün əvvəl işlətmişəm, eyni armud alma məsələsi tipindən. 2,5 manatdan bir neçə kiloqram qarabaşaq, bilmirəm nə qədədir, X-dır. Kassiyada 20 manat pul verir və kassir eynisini işlətmişəm. Kassir ona 8,2 manat qalıq qaytarıb. Deməli, kassirə nə qədər pul verib? 20 manatı çevirdim, elədi 2000. Düzdürmü? 2000-dən çıxıram 8 manat 20 qəpik, yəni 822, 1180 pul verib bu. İndi hesablayaq da 1,2-ni vuraq 1,5-ə, 1,2-ni də 1,5-ə vuranda, 12-ni 15-ə vuranda 8. O da 1,8. 1,2-ni vurduq 1,5-ə, elədi 1,8. Üstə gəlinsin 2,5 x bərabərdir 1180. Birbaşa yazacağım x-in nə qədər olduğunu. Çünki 1180-dən məlum məsələdir ki, mən birinci çıxmalıyam 1,8-i. Ondan sonra isə alınmış cavabımızı bölməliyik 2,5-ə. Biz burada hardasa hesab səhv etmişik yüngül, çünki cavab çox çıxır. 1,2 manatdan 1,5 şəkər tozu, 2,5 manatdan isə bir neçə kiloqram qarabaşaq yarması alıb. Kassiyə 20 manat verib və ona 8 manat 20 qəpik qalıq qaytarıblar. Deməli, birinci 20 manatdan, yəni deyirsə 2000 manatdır. 8 manat 20 qəpik qaytarıblarsa, o da eləyir 1180 qəpik deməli verib. 1,2-ni vurduq birinci 1,5-ə ki, 1,2 nə deməkdir? Manatdır. O da nə qədərdir? 120 qəpik. Gəl elə 120 kimi yazaq. Birinci 120-ni vurduq 1,5-ə, elədi 180. Üstə gəl 2,5 manat deyirsə, 2,5 manatında nə qədərdir? Yəni 250 qəpik. Aha, 1180-dən, onda gələk çıxaq da, 1180-dən çıxacaq birinci 180-i, eləyəcək 1000, ay sağ olun, 1000-i də bölürük 250-yə, x eləyir 4. Deməli, 4 kiloqram alıb. Doğru cavab oldu C bəndi. Deməli, onluq kəsirlə gedəndə qalıqla çıxırdı, amma qəpiyə çevirdik ki, bu problem aradan qalxsın. 58-də C. 59-da deyir, satıcı əlinin həftəlik əmək haqqı 200 manat və əlavə olaraq həftəlik məhsul satışından daxil olan məbləğin 2% kimi hesablanır. Əli keçən həftə 300 manat əmək haqqı almışdır. Keçən həftə mağazada neçə manatlıq məhsul satılmışdır?
Aha, deməli burada nə edəcəyik? Mən birinci baxıram ki, bu əmək haqqı olaraq nə qədər alır? 200 manat həftəlik əmək haqqı alır və əlavə də satış elədikcə 2% bonus alır. Keçən həftə 300 manat maaş alıbsa, mən birinci 300-dən bunu 200-ü çıxaram ki, deməli bunun əlavəsi 100 manat olub, düzdürmü? Bu 100 manat da məndə nəyi göstərir? Həmin o 2%, yəni %2-ni onluq kəsirindən yazıram. %2 100 manat imiş. Yəni aldığı faizi 100 manata bərabər imiş. Onda x-i tapmaq üçün də 100-ü bölürəm 0,2-yə, o da eləyir 5000 manat. Doğru cavab C bəndi. Yəni faizin belə o qədər çətinlərini işlətmişdim ki, gəlib çox rahat düşüb. Düzbucaqlı şəklində bir zaldır. Bunun perimetri 210-dursa, mən onda gedərəm birinci 210-u bölərəm 2-yə ki, n-lə uzunluğun cəmi 105-dir. Yəni A üstə gəl B 105-dir. Zalın döşəməsinə xalça məsələsidir. Biraz da böyük çəkək onda. Xalça məsələsi salınıb. Belə. Zalın hər tərəfdən 10,5 metr məsafə qalmaqla xalça sərilib, düzdürmü? Hər tərəfdən, bax, buradan da 10,5, buradan da 10,5. Deməli, mən nə başa düşdüm? Yəni, burada nə qədər azalmadan söhbət gedir? 10,5-i vururam 2-yə ki, 21 metr, bax, bura x-dırsa, bura x çıx 21-dir. Düzdürmü? Digərində də eyni şəkildə, buradan da, bura y-dirsə, bura y çıxılsın 21-dir. İndi mən nə edəcəm? İndi mən tənlik quracağam. Mən A üstə gəl B yazmışam. Birbaşa yazdım. X üstə gəl Y-i tapmışam. 105-dir. Hər tərəfdən də 21, deməli 42 çıxıblar da. Düzdürmü? Mən onda nə etməliyəm? 105-dir bunun. Belə deyək, bizdən perimetrini istəyir. 105-dən mən birinci çıxaram 42-ni ki, n-lə uzunluğun cəmi 63 metrdir. Və mən indi bilirik axı perimetrdə 2-yə vurma var. Mən məcburəm bunu 2-yə də vurmalıyam. Ona görə 63-ü də vururam 2-yə, 126 metr. Doğru cavab B bəndi. 61-də şərtini ödəyən və onluq işarələrin sayı 3-ü aşmayan ən böyük onluq kəsiri ilə tamamdır. Şərtini ödəyən deyir və onluq işarələrin sayını aşmayan, 3-ü aşmayan ən böyük onluq kəsir deyir, 3-ü aşmasın. Şərtimi də ödəsin və onluq işarələrinin sayı 3-də deyir aşmasın. Yəni say 3-ü aşmamalıdır. Yəni say 3-dən olmalıdır da, 3-dən o yana keçməməlidir. Bizə bunu demək istəyir. Onda biz böyüyü necə götürə bilərik? Böyüyü götürə bilərəm. Ən çox olsun deyə, bax, say 3-ü aşmasın deyir. Yəni, mən bura sondakına 3 rəqəmli kimi baxacam. Onluq kəsir hissəsindən söhbət gedir. Tamla işim yoxdur. Ona görə mən gələrəm 700-dən kiçik olması üçün 699 götürərəm bu hissəsin. O biri də böyük olmalıdır da. Yəni, burada da 2 dənə 0 qoysam 500-dür. Deməli, bu birini də 501 götürəcəm. 500-dən böyük. Toplayacam, görüm neçə eləyir? 0, 0, 2, 8. 8 tam 1000-də 200, 8 tam 10-da 2-yə bərabərdir. Doğru cavab B bəndi. 62-ci suala baxırıq. 62-ci sualda deməli 150 dərəcəli bucağın təpəsindən keçən 150 dərəcəli bir bucaq düşünürəm. Bunun təpəsindən keçən daxili şüası onun birinin 90%, digərinin 5-də 3-ünə bərabər olan 2 bucağa ayırır. Bax, biri bilmirəm nə qədərdir. X faizdir. Sadəcə birinin 90%, bunun 90%, digərinin 5-də 3-ünə bərabərdir. Tamamdır. Onda mən nə başa düşürəm? Bu X, Y-dir, cəmləri 150 dərəcədir. Bu birinin 90%-dən söhbət gedirsə, yəni 90 vurulsun X bölünsün 100 olduğu üçün, birbaşa ilə 90-ı 100-ə böləndə neçə eləyir? 0,9x kimi baxaram. Yəni 0,9x bərabərdir 5-də 3 y-ə. Biraz da sadələşdirək, hətta gəlin buranı silək, burada yazaq həllin. Biraz da sadələşdirək ki, həll eləyə bilim. Buna belə baxsam, alınır 0,9x, yəni vurulsun 5, elə birbaşa 5-ə vuraq yazaq 4,5, x bərabərdir 3 y-ə.
Mən indi buradan x-i tapmaq üçün belə edə bilərəm də. Yəni x-i tapmaq üçün nə edərəm? 3y bölünsün 4,5. Bunu aldım. İndi cəmləri 150-dir. Yəni x-in yerinə yazıram 3y böl 4,5. Üstə gəlinsin y məxrəcində 1 var. Cəm 105-dir. Bunu 4,5-ə vuracam ki, məxrəc bərabərləşsin. Deməli, alındı nə? 3y burada, 4,5y də orada. 4,5 ilə 3-ü toplayanda bura eləyir, surətdə eləyir 7,5y bölünsün. Məxrəc də elədi 4,5 bərabərdir 105-ə. İndi sonra nə edirəm? 105-i birinci vururam 4,5-ə. 105-i 4,5-ə vuranda eləyir 472,5. Onu da bölürəm 7,5-ə. Y edir 63 dərəcə. Bizdən böyük bucaq bilmirəm hansı böyüdür. Y-i tapdım, qoy x-i da tapaq. 105-dən çıxıram mən, 150-dən üzr istəyirəm, 150 dərəcədir. 150-dən çıxıram, ona görə də 63 ki, x 87. Deməli, böyük bucağım x imiş. Deyir, indi böyük bucaq açıq bucaqdan neçə dərəcə kiçikdir? Açıq bucağımız 180 dərəcədir. 180-dən də çıxıram 87-ni. Cavab edir, biz haradasa hesab səhv elədik. Burada 105 yazmışam 150 yazmaqdan, ona görə bir dəqiqə. Onda bir dənə bunu hesablayayım təzədən. 150-ni vururam 4,5-ə 675, o da böləndə 7,5-ə 90. Aha, y-i tapdım. Y 90-dır. Onda y 90-dır. X da olacaq. 150-dən çıxırıq onda 90-ı, o da eləyir 60 dərəcə. Deməli, böyük bucağım y-dir. Bizə də deyir açıq bucağın. Açıq bucaq da 180-dir. 180-in yarısına bərabərdir də. 180-in yarısı olduğu üçün 90 dərəcə. Bəndə. 63-də deyir A böyük bərabərdir 12 bərabərsizliyini ödəyən ən kiçik natural ədəd. Bax, altında bərabərlik varsa deməli 12-dir. 3,7 böyükdür. Ən kiçik bu da natural ədəd istəyir. 3-dən böyükdürsə deməli artıq 4-dür. Cəmini istəyir. O da olacaq 12 üstə gəl 4, 16. 63-də doğru cavabdır. Natural deyir deyə ancaq sayıla bilən ədədlərlə işləmək lazımdır. İfadənin qiymətini istəyir. İfadənin qiymətini elə hesablayaq da 7 kvadratıdır, düzdürmü? 7-nin kvadratı 49. 7 7-yə vurduq, yəni 49-u birinci vururuq 2-yə 98, üzərinə gəlirik 10 kvadratı 100-dür, 100-ü böldüm 2-yə 50. Üzərinə də 50-ni gəldim, 148 birinci tərəfdir. Bölünsün, bura 25-dir. Burada 2 üstü 3, 8-dir. İndi hesablayıram. 43-dən birinci çıxıram. 25-i eləyir 18, sonra 8-i çıxıram, sonra da 6-nı çıxıram 4. Deməli, 148-i də bölürəm 4-ə. Cavab da eləyir 37, 64-də B bəndi. 65-də isə belə bucaqlar verib. Bizdən F, O, B-nın dərəcə ölçüsünü istəyir. Çox gözəl. Baxın. Birinci görürəm ki, bu açıq bucağın üstündədir, düzdürmü? Və bura 5x-dırsa, deməli burada 5x-dır. Vəsə, əslində burada x üstə gəl 15 olacaq. Mən yenə də hesablayacağım ki, hesabımı bilim. Bunların hamısı açıq bucağın üzərində olduğu üçün toplayıb cəmi 180-ə bərabər edəcəm. X üstə gəl 5x, 6x üstə gəl x, 7x, üstə gəlinsin 15 üstə gəlinsin 25, 40 bərabərdir 180. 140-ı da bölürəm 7-yə. X da eləyir 140, deməli 140. Onu da 7-yə böləndə edir 20. X 20 dərəcədir. 20-nin də üstünə 15 gələndə eləyir 35. Deməli, mən hardan tapdım? Çünki qarşılıqlı bucaqlar bir-birinə bərabərdir. Baxın, bu bunun qarşısıdır. Ona görə bu x üstə gəl 15 olduğu üçün bunu da üstünə 15 əlavə edib 35-i aldıq. 66-da deyir ki, təkliflərdən neçəsi həmişə doğrudur. Natural ədədin özü ilə tərsinin cəmi verilən ədədin özündən böyükdür. Deməli, natural ədədin özü ilə tərsinin cəmi. Natural ədədin özü məsəl üçün 5-dir. Tərsi isə olacaq 5-də 1. Cəm həmişə özündən böyükdürmü? Bəli, düzdür. 4 üstə məsələn 4-də 1 gəlsəm, həmişə böyük çıxır. Yəni 1 doğrudur.
həmişə doğrudur. Tili ən kiçik sadə ədədə bərabər olan ən kiçik sadə ədədim 2-dir. Kubun tam səthinin sahəsi 100-dürmü? Xeyr. Kubun tam səthi düsturu 6 vurulsun A-nın kvadratıdır. O da yəni 100 eləmir. 124 eləyir. Düzgün kəsir düzgün olmayan kəsirdən böyükdür. Xeyr, əksinə düzgün olmayan kəsirdə tam ədəd olduğu üçün, surəti məxrəcə böləndə tam hissə alındığı üçün daha böyükdür. Bucağın tərəfləri düz xətt deyil. Bucağın tərəfləri fərqli də ola bilər. Yəni parça da şual sayılır. Düz xətt yox, şual sayılır. Çünki bucağın sonu yoxdur. İki müxtəlif ədədin ən böyük ortaq böləni bu ədədlərin hər birindən kiçikdir. Ən böyük ortaq bölən böyükdür. Adı üstündə böyük. Ona görə A bəndi. Bir dənə, yəni düz var. 67. Belə bir sadə sual. Əçobun istəyir 12 ilə 18-in. Bax, sadə vurğuları ayıraraq göstərəcəm. Qayda ilə getmirəm. 2-yə böldüm 6, 2-yə böldüm 3, 3-ə böldüm 1. 18 2-yə böldüm 9, 3-ə böldüm 3, 3-ə böldüm 1. Əçob nə idi? Əçob ayrılışın birini götürürdüm. Çatmayanları götürürdüm. Bax, bir dənə 2 çatmır. Bu 2 var. Bu 3-də var, bir dənə 2 çatmır. Deməli 18-i vurmaq lazımdır 2-yə. Əçob elədi 36. İndi isə gedirəm 20 ilə 35-in əbobunu tapmağa. 20 ilə 35-in də ortaqlarını götürməliyəm. 2-yə böldüm 10, 2-yə böldüm 5, 5-ə böldüm 1. 35 deməli 5-ə böldüm 7, 7-yə böldüm 1. Ortaqlarını seçirəm, bircə dənə 5 var. Deməli 5. Mən nə etməliyəm? 36-nı vurmalıyam 5-ə. Doğru cavab da olacaq 180 D bəndi. 68 deməli bizə deyir yazılışına görə A, B, C ifadəsinin qiymətini istəyir. Tamamdır. 7 vurulsun. Burada onun kubudur. Onun kubu 3 dənə onun bir-birinə vurulmasıdır ki, bu da 1000-ə bərabərdir. 7 vuranda, yəni 7000 alındı. Bax, 7000, 7000. Burada mən 600 almağa çalışmalıyam. Deməli, B 2 olacaq. Bu elə A-dır. Mən 3 kimi oxumuşam. Elə A onsuz da 3-dür. C isə 2 vurulsun 10-dur. Çünki 2-ni ona vuranda 20 eləyir və həqiqətən də toplayanda ədədim alınmış olur. 2-nin üstünə 3 gəldim 5, 5-in üstünə 2 gəldim 7. 68-də doğru cavab oldu B bəndi. Neçə tam kvadrat var deyir. 38 ilə 145-in arasında. Yəni neçə dənə ədədi bir-birinə vuranda tam kvadrat alınır. 38, 39, 40, 41, 42, 49 var. Düzdürmü? 7-nin kvadratı. 8-in kvadratı 64 var. 9-un kvadratı 81 var. 10-un kvadratı 100 var. 11-in kvadratı 121 var. 12-nin kvadratı deməli 12-nin kvadratı 144 var. Qutardı 145-dən böyük olur artıq 13. Çünki 169-dur. 2, 4, 6 dənə. Doğru cavab A bəndi. 70-də sadə tənlik verib, həllini istəyir. 36 bölünsün, 3x üstə gəl 6 bərabərdir. Düzgün olmayan kəsirə çevirirəm. 2-ni 5-ə vurdum 10, bu da 12. Çarpaz vururam. 36-nı birinci vururuq 5-ə, 180 bərabərdir. 3x-i vurdum 12-yə, 3-ü vuranda 12-yə 36x. Üstə gəlinsin, 6-nı da vuranda 12-yə 48, 72. İndi həll edirəm. 180-dən birinci çıxıram 72-ni. Edir deməli 108, 108-i də bölürəm 36-ya. X da bərabərdir 3. Deməli 70-də doğru cavab olacaq D bəndi. 71-də deyir düzbucaqlı paralelipipedin eni uzunluğunun 40%-nə, hündürlüyü isə uzunluğun 60%-nə bərabərdir və bütün tillərin uzunluqları cəmi 40 olarsa paralelipipedin həcmi neçə litrdir? Tamamdır. Eyni sualı yenə də bir gün əvvəl işlətmişəm. Eynisi keçən il qəbulda düşmüşdü. Santimetrdən verib axırda litr istəyirdi. Desimetrə çevirmək lazım idi. Eni uzunluğunun 40%-i nə deməkdir? Yəni 40 nə deməkdir? 40-ı bölürəm 100-ə də. Deməli, mən belə götürürəm ki, uzunluğum onda mənim x-dır. Enim onda olacaq 0,4x. Hündürlüyü isə uzunluğun 60%-dir. Onda hündürlüyüm də olacaq 0,6x. Və bütün tillərin uzunluqları cəmi, bütün tillərimin uzunluqları cəmi, bax, düzbucaqlı paralelipipeddə necədir? 2 vurulsun
AB üstəgəl AC üstəgəl BC məndə deməli səthinin sahə düsturudur. Bunları yazdım. İndi bütün deyir deyə mən bilirəm ki, hər tildən 4 dənə var. 4 dənə en var, 4 dənə uzunluq var, 4 dənə hündürlük var. Deməli bunları toplayıb 4-ə vuranda 40 eləyirsən, onda bunların cəmi 10-a bərabərdir. 40-ı böldüm 4-ə 10. İndi 0,4 x üstəgəl x üstəgəl 0,6 x eləyir 2x. Yəni 2x bərabərdir 10-a, x bərabərdir 5-ə. 5-i tapdım. İndi məndə onda nə olacaq? Enim olacaq 5'i vururam 0,4'ü edir 2. Uzunluğum elə 5'dir, hündürlüyüm də 5'i vururam 0,6'yı edir 3. Bunu tapdım. Həcmi deyir deyə, həcm nə deməkdir? Vurma. 2'ni 5'ə vurdum 10, onu 3'ə vurdum 30. Amma mən 30 santimetrin kubu almışam. Litri isə desimetrin kubudur. Yəni ona görə biz bunu bölməliyik 1000'ə. O da eləyir 0,3. Doğru cavab B bəndidir. 72'də belə bir sual verib. Bizə deyir ki, AD 8'dir. DC 1,4'dür. Elə bil düz gəlmədi axı. Desimetr yazıb çünki yanına. Birinci desimetri santimetrə çevirəndə 1,4'dür. Yəni vurmaq lazımdır 10'a. O da eləyir 14. Birbaşa santı ilə yazıram. Bizdən deyir ki, A, F, B. Üçbucağının sahəsini istəyir. Bax, bizdən sahəni istəyir. İndi baxıram ki, mən bunu necə? Onda burada 14'dür. Düzdürmü? Bura 8'dirsə, burada 8'dir. 8'dir, 14'dür, 14'dür. Nə gözəl. Üçbucağın sahəsini tapacaq indi burada. Əslində, çətin görünür, rahat sualdır amma. Bax, mən nə görürəm? Mən görürəm ki, F nöqtəsi, bax bu F nöqtəsi əslində diaqonalın üzərində yerləşir də. Yəni bu AFB bucağını ayırır. Onda mən sahəni tapmaq üçün elə uzunluğu enə vuraram birinci ki, bu görün düz bucağının sahəsi nə qədərdir? 14'ü vururam 8'ə. Edir 112 santimetrin kvadratı. Bu mənim sahəmdir. Və görürsünüz ki, burayla əslində buranı çarpaz birləşdirəndə elə bura alınmış olacaq. Yəni deməli bunun içində 2 dənə əslində üçbucaq gizlənib də. Ona görə də ümumiyyətlə belə suallarda həmişə yadınızda saxlayın ki, 2-yə bölmək lazımdır cavab almaq üçün. O da eləyir 56 santimetrin kvadratı. Tili, figurun səthi, bunlardan da izahını paylaşmışam, kanalda var. Tili deyir 3 santimetrdir və tili 2 dənə kubdur. Bu 3'dür, bu 5'dir. Üst-üstə qoysaq alınan figurun səthinin sahəsini tapın. Əgər 3'dürsə, mən onda bunun səthinin sahəsini tapmaq üçün 6'nı vuraram A-nın kvadratına, yəni 9'a. Yuxarıdakı eləyər 54. Aşağıdakı da elə eyni şəkildə 6'nı vuraram 5'in kvadratına, yəni 25'ə. Bu da eləyər 150. 150 ilə 54'ü toplayaram, edər 204. Amma üst-üstə qoyanda bunun 6 ilə o birinin üstü toqquşur deyə görünmür. Yəni 3'ü 3'ə vursam, enlə uzunluqda elə bir görünməyəcək. Eləyir 9. 9'u da 2'yə vururam, çünki kuboidində üstü var, 18. 204'dən də burada əslində biz 18'i çıxmalıyıq. O da eləyir 186 santimetr. Amma bizdən desimetrlə istəyir, yəni ona bölmə. O da eləyir 1,86 desimetr. Yəni cavabı desimetr istəyir deyə belə yazmaq lazım idi. Şəkər çuğundurunun kütləsinin 7'də 1 hissəsi qədər şəkər tozu alınır. Fermer hər biri 1,75 ton tutan 12 maşın şəkər çuğunduru tədarük edib zavoda göndərdi. Bax, şəkər çuğundurunun kütləsinin 7'də 1 hissəsi qədər toz alınır və şəkər çuğunduru tədarük edib zavoda göndərib. Və bütün məhsulda neçə kiloqram şəkər tozu istehsal edildi. Ümumiyyətlə hər biri 1,75 tutan, 75 ton tutan 12 dənə maşın şəkər çuğunduru göndəribsə, birinci 1,75'i vururam 12'yə, edir 21 ton. 21 tonun da 7'də 1 hissəsi nə deməkdir? 21'i bölü 7'yə vur 1'ə. Edir nə qədər? 3 ton. Bizdən də kiloqram deyir deyə 3 tonu çevirəndə 3000 kiloqram. Cavab 3000. 75'də nə deyir bizə? 75'də deyir ki, deməli, x kubu ən kiçik natural ədəddir.
Baxın, x kubu ən kiçik natural ədəddirsə, deməli ən kiçik natural ədədim 1-dir. Ona görə x-imiz də gəlib düşəcək 1. X 1-dirsə, x-in kvadratı bu da nə sadə, nə çünki 1 nə sadədir, nə də mürəkkəbdir. Deməli 1-ə b aiddir. 1 b getdi. X-in kvadratı ən kiçik mürəkkəb ədəddirsə, ən kiçik mürəkkəb ədədim biz demişdik sadə ədəd 2-dir, amma mürəkkəb ədəddən söhbət gedirsə 4-ü götürəcək. Və bizə deyir ki, ən kiçik sadə ədəddir. Bir dəqiqə qoy bir də baxım. Aha, x-in kvadratı 4-dürsə, x 2 olur və 2 ən kiçik sadə ədəddir. Ona görə 2-yə aiddir C. X-in kubu ən kiçik 4 rəqəmli natural ədəddir. X-in kubu ən kiçik 4 rəqəmli natural ədəddirsə, bu 1000-ə bərabərdir və onda x da gəlib düşür 10-a. Çünki onun kubu 1000-dir. Və x-in kvadratı ən kiçik 3 rəqəmli natural ədəddir. Bəli, onun kvadratı da gəlir düşür 100-ə. Yəni doğru cavab olur A bəndi. Sualların izahı bitdi və düşünürəm ki, həqiqətən o qədər qorxudulası səviyyədə düşməmiş də asandı idi. A variantı, yəni düşünürəm ki, rahat idi. Mənə elə gəlir ki, sualların hətta hamısında düz yazmaq olardı. Nəticələrinizi yoxlayandan sonra rəylərdə bölüşməyi unutmayın. Hələlik.